Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan MİQ-çilər. Bugün mən sizə sertifikasiya imtahanına və eyni zamanda MİQ imtahanına düşmə ehtimalı böyük olan bilik və onun növləri haqqında danışmaq istəyirəm. Gəlin ilk öncə görək bilik nədir? Bilik nədir? Bilik öyrənmə, araşdırma və müşahidə nəticəsində əldə edilən etibarlılığı və düzgünlüyü, güman edilən, ya daha doğrusu güman edilməsi mümkün olan həqiqətlərə və prinsiplərə verilən ümumi bir addır. Ümumiyyətlə, şagirdlərə öyrədilən biliklər, düzgünlüyü mümkün olan, eyni zamanda əsaslandırılması mümkün olan biliklər olmalıdır. Düzgünlüyü şübhə altında olan, əsaslandırılması olmayan biliklərin şagirdlərə öyrədilməsi tövsiyə olunmur. Dərs vəsaitlərinə bu cür biliklər əlavə olunmur. Çünki şagirdlər əgər biliyin düzgünlüyünə şübhə ilə yanaşarlarsa, onlarda bir şübhə qalarsa, bu zaman bu biliyi öyrənmək maraqlı olmaz. Eyni zamanda əldə etdikləri biliyin həqiqətliyinə qarşı bir şübhə, bir inamsızlıq ola bilər. Ona görə də müəllim şagirdlərə ötürdüyü biliyi mütləq əsaslandırmalıdır və bu əsaslandırmalar subyektiv deyil, obyektiv olmalıdır. Ümumiyyətlə, təsnifatına görə biliyin 4 növü var. Bunu nəyə əsasən təsnifata bölüblər? Bunu sadədən mürəkkəbə doğru təsnifata bölüblər. Ən birinci öyrənəcəyimiz bilik ən sadə bilikdir. Ən axırıncı öyrənəcəyimiz bilik isə ən mürəkkəb bilikdir. Birinci başlayacağıq faktoloji bilikdən. Biliyin növlərindən ilk öyrənəcəyimiz faktoloji bilik olacaq. Nədir faktoloji bilik? Adından da bəllidir ki, faktoloji bilik faktlara əsaslanan bilikdir. Düzdürmü? İkinci adı deklarativ olan bu bilik faktlara əsaslanır, yəni yaddaşa əsaslanır. Burada açar sözü olaraq yaddaş sözünü yadınızda saxlayın. Hafizə. Faktoloji bilik birbaşa hafizəyə əsaslanır. Məsəl üçün, uşağa sual verirəm. Çıldır döyüşü nə vaxt baş verib, Səfəvi dövləti nə vaxt yaranıb və yaxud da ki, dövləti kim yaradıb? Yaddaşa əsaslanan bütün biliklər faktoloji biliklərdir. Əgər uşaq yaddaşına əsasən nə isə deyirsə, bu mütləqdir ki, faktoloji bilik olsun. Faktoloji biliyin isə iki növü var. Terminoloji bilik və spesifik bilik. Terminoloji bilik nədir, spesifik bilik nədir? Terminoloji bilik müəyyən elm sahəsinə və yaxud da ki, peşə sahəsinə aid olan biliklərdir, yəni terminlərdir. Məsəl üçün, ədəbiyyat sahəsinə olan termin nə deyə bilərik? Roman, povest, tarixə aid olan inqilab, sivilizasiya, fərqi yoxdur. İstənilən elmlə bağlı olan sözlər, üçbucaq, Azərbaycan dilində əlifba, isim, sifət, bunlar hamısı terminlərdir. Bu terminlər terminoloji bilik adlanacaq. Spesifik bilik isə sanki bu terminlərin açılışıdır. Spesifik biliklərə açar sözü olaraq həmişə bunu yadınızda saxlayın. Yer, hadisə, insan, tarix, şəxs, zaman, məkan ilə bağlı olan bütün biliklər nə olacaq? Spesifik biliklər olacaq. Məsəl üçün, əlifbada 32 hərf olması spesifik bilikdir. Amma əlifba sözünün özü nədir? Terminoloji bilikdir. Tutaq ki, uşağa sual veririk. Uşaq o sualın cavabını yaddaşına əsasən cavablandırırsa, demək ki, burada nə var? Burada faktoloji bilik var. Baxın, açar sözləri verib burada bizə. Müxtəlif sənət sahələrlə bağlı istifadə olunan sözlər olacaq terminoloji biliklər. Lakin onun xüsusiyyətləri, məsələn, ədəbi cərəyanın xüsusiyyətləri, ixtiralar, kəşflər haqqında faktlar, demokratik idarə etməyin xüsusiyyətləri, alkanların fiziki və kimya xüsusiyyətləri. Bunun hamısını şagird yaddaşına əsasən sadalayır. Mən şagirdə deyirəm ki, demokratik idarə etməyin xüsusiyyətlərini mənə denə. Ümumiyyətlə, sadalamaq harada görsəz, bilin ki, bu yaddaşla bağlıdır. Və yaxud da ki, burada ən çox çətinlik çəkən məqam nə olur? Tutaq ki, deyirəm ki, müəllim şagirdə mətn verdi və mətndən Dəli Kür romanına aid olan obrazları seçməsini istədi. Bu zaman müəllimlər bunu konseptual bilik hesab edirlər. Xeyr, bu da faktoloji bilikdir. Niyə? Çünki Dəli Kür romanında iştirak edən obrazları şagird yaddaşına əsasən yadını xatırlayır. Və yaxud da ki, ibtidai sinif şagirdlərinə heyvan şəkilləri göstəririk. Deyirik ki, qruplaşdırın, evcil heyvanlar, vəhşi heyvanlar. Şagird əgər bunu qruplaşdırmağı bacarırsa, bu şagirdin faktoloji bilginin olduğunu göstərir. Niyə? Çünki şagird şəkilə baxır, şəkildən toyuğu tanıyır, inəyi tanıyır, şiri tanıyır, yəni yaddaşdan tanıyır bunu. Və bu biliklər də nə olacaq? Faktoloji biliklər olacaq. Yenə deyirəm, deklarativ və faktoloji eyni şeydir. Harada görsəniz deklarativ, bilin ki, söhbət nədən gedir? Faktoloji bilikdən gedir. İndi isə biliyin deməli ikinci bir növündən danışacağıq. İkinci növü konseptual bilikdir.
Konseptual bilik nə üçün sualına cavab verir? Konseptual bilik, biliyin belə deyil, şagird nəyisə oxudu, yadında saxladı, bu faktoloji bilikdir. Amma bunu başa düşdüsə, bu artıq olacaq konseptual bilik. İzah edə bilir, şərh edə bilir, qruplaşdırır, ümumiləşdirir, təsvir edir, təsnif edir, kateqoriyalara bölür, mühakimə edir, müdafiə edir, dəyərləndirir, qiymətləndirir. Ümumiyyətlə, şagird oxuduğunu dərk edirsə, bu konseptual bilikdir. İzah edir, interpretasiya edir, öz sözləri ilə danışır. Bunun hamısı nədir? Konseptual bilikdir. Konseptual bilik nə üçün sualına cavab verir? Məsələn, şagirdlərə sual verir, fəsillər nə üçün yaranır? Buna cavab verə bilən şagird konseptual biliyi var. Müqayisə etmək, iki tarixi şəxsiyyəti müqayisə etmək konseptual bilikdir. Ayrıt etmək, fərqləndirmək, qruplaşdırmaq, bax yenə deyirəm, təsnif etmək, təsvir etmək, ondan sonra mühakimə etmək, müdafiə etmək, ümumiləşdirmək, nəticə çıxartmaq, bunlar hamısı nə olacaq? Konseptual bilik olacaq. Konseptual bilik üçün bizə açar sözləri bunlar verilir. Testlərdə harada görsəniz, təsnifat, kateqoriya, prinsip, ümumiləşdirmə, nəzəriyyə, model, struktur. Bu sözləri hansı testdə görsəniz, bilin ki, burada söhbət nədən gedir? Konseptual bilikdən gedir. Deməli, yenə deyirəm, təsnifat, kateqoriyalar, prinsip, ümumiləşdirmələr, nəzəriyyə, model, struktur və bayaq dediyim sözlər. Bunlar hamısı nə olacaq? Konseptual bilik olacaq. Məsələn, şagird nitq hissələrinin təsnifatını izah edir, müxtəlif geoloji dövrlər haqqında ümumiləşdirmələr aparır, ayrı-ayrı mədəniyyətlər barədə ümumiləşdirmələr aparır, qələvi və qələvi torpaq metalların müqayisəsini edir, öyrənmənin prinsipi ilə bağlı bilikləri var, dövlət idarəçilik modellərinin, təşkilat və funksiyaların ümumi strukturunu bilir, təkamül nəzəriyyəsinin tam formulyasiyasını bilir və s. Bunlar olacaq nə? Konseptual bilik. Bu artıq faktoloji bilikdən belə deyək, bir pillə daha üstün bilikdir. Amma faktoloji bilik olmasa konseptual bilik ola bilməz. Şagird birinci nəyisə öyrənməlidir, yadında saxlamalıdır, sonra onu başa düşüb dərk etməlidir. Ona görə də ən baza biliyimiz nə olacaq? Faktoloji biliyimiz olacaq. Biliyin növbəti növü prosedural bilikdir. Prosedural bilik nədir, əziz müəllimlər? Prosedural bilik adından da bəllidir. Proses baş verir burada. Prosedural bilik nədir? Yəni, burada proses baş verir. Artıq şagird burada öyrəndiyi biliyi neyiniyir? Bacarığa çevirir. Yəni, tətbiq edir. Məsəl üçün, hesablamalar aparır, nə bilim, sintaktik təhlil edir, cədvəl hazırlayır, xronoloji ardıcıllıq yazır, esse yazır, təqdimat hazırlayır, layihə işi görür. Yəni, burada proses var. Amma burada bir qırmızı nöqtəmiz var. Yadınızda saxlamalı olduğunuz ən əsas məqam nədir? Burada həm də nə var? Burada həm də şagird bunun yolunu bilir, amma etmir. Bu da prosedural bilikdir. Məsələn, cümləni təhlil etməyin yolunu bilir. Proqramlaşdırmanın istifadə etməyin üsulunu bilir. Yolunu bilir, texnikasını bilir, üsulunu bilir, ancaq eləmir. Bu da prosedural bilikdir. Bir şeyi bilmək. O da prosedural bilikdir. Məsələn, şagird üfüqün cəhətlərini hesablamağı bilir. Amma o demək deyil ki, bu dəqiqə hesablayır. Bu da prosedural bilik sayılır. Yəni, yolunu bilmək, texnikasını bilmək, üsulunu bilmək. Məsələn, şagird avtomobili necə işlək vəziyyətə gətirməyi olduğunu yolunu bilir. Bu prosedural bilikdir. Və yaxud da ki, hansısa bir uşaq. Amma bu o demək deyil ki, avtomobili oturub onu sürməlidir. Bu da sürmək də prosedural bilikdir, bu da prosedural bilikdir. Prosedural biliyin bir dənə də xüsusiyyəti var digər biliklərdən. Prosedural bilik avtomatikləşə bilir. Müəyyən müddətdən sonra avtomatikləşə bilir. Məsəl üçün, riyazi hesablamalar aparan şagird əvvəlcə düşünür. Məsələn, vurma cədvəlindən istifadə edirsə, bölmə cədvəlindən istifadə edirsə, hər hansı düsturdan istifadə edirsə, xatırlamağa çalışır, sonra onu eləyir. Amma onu davamlı olaraq edəndə artıq bu nəyə çevrilir? Bu bilik avtomatikləşir. Yəni, artıq bu mexaniki bir biliyə çevrilir. Məsəl üçün, avtomobil idarə edən şəxs əvvəlcə düşünür, sağa dönəndə deyir ki, mən işıq yandırmalıyam, sola dönəndə işıq yandırmalıyam, işarələr verməliyəm, nə bilim, baş yolda keçməliyəm, qıraq yolda gözləməliyəm, yəni düşünə-düşünə addım atır. Amma bir müddətdən sonra artıq bu bilik nəyə çevrilir? Bu bilik avtomatikləşir. Artıq bütün bu qaydaları edirsən, amma düşünmürsən, avtomatik edirsən. Buna deyirik ki, prosedural bilik avtomatikləşir. Bir də ki, prosedural biliyin nəticəsi faktoloji bilikdir. Məsələn, uşaq hesabladı, sonunda bir nəticə aldı. Bu, aldığı nəticə prosedural bilik sayılmır. Aldığı nəticə faktoloji bilik sayılır. Tutaq ki, 2 vuraq 2 bərabərdir 4. Bu faktdır da, 2-ni 2-yə vuranda 4 edir. Yəni, bu faktdır. Yəni, bunu hesablayan şagird axırda aldığı nəticə nə olur?
faktoloji biliyi olur. Prosedural biliyin açar sözlərini deyirəm sizə. Bacarıqlar, alqoritmlər, texnika və metodlar, müvafiq prosedurlardan yerində istifadə etmək meyarı. Və meyarı harada gördünüz, bilin ki, prosedural bilikdir. Baxın, görürsünüz, mənim dediyimi təkrar edir burada. Cümlənin taktik təhlil yolunu bilir. Sistem təhlillərin həlli üçün alqoritmləri bilir. Hündürlüyə tullanmaq üçün lazım olan bacarıqları bilir. Bu da prosedural bilikdir. Amma idman dərsində, fiziki tərbiyə dərsində şagird hündürlüyə tullanırsa, bu da prosedural bilikdir. Sosial elmlər üçün olan tədqiqat metodlarını bilir, problem həlli üçün alimlər tərəfindən istifadə olunan texnikaları bilir, müxtəlif esse növlərinin meyarlarını müəyyənləşdirir, esseni yazmır. Amma esse növünün meyarlarını müəyyənləşdirirsə, bu da nə olacaq? Bu da prosedural bilik olacaq. Əməli yazı növlərinin ümumiyyətlə hamısı prosedural bilik hesab olunur. Sonra gəldik ən son biliyimiz metakognitiv bilik. Ümumiyyətlə, meta sözünün mənası özünə yönəlik bir mənası var. Kognitiv isə idrak deməkdir. Metakognitiv özünü idrak deməkdir. Yəni, özünü dərk eləmək. Metakognitiv bilik biliyin ən üst formasıdır. Ən ali bilik hesab olunur. Metakognitiv biliyi olan insanlar özü haqqında məlumatlıdırlar. Nəyi necə bildiklərini bilirlər. Özünün gücün və zəif tərəfini bilir. Nəyi necə öyrənmək olduğunu bilir. Məsəl üçün, şagird bilir ki, o xronologiyanı mütləq yazmalıdır, yazılı şəkildə öyrənməlidir. Deməli, onun metakognitiv biliyi var. Şagird bilir ki, diskussiyalarda iştirak edərkən daha yaxşı öyrənir. Deməli, onun metakognitiv biliyi var. Şagird başa düşür ki, kiçik sumativ qiymətləndirmədə nəticəsinin zəif olmasının səbəbi son mövzuları yaxşı oxumamasıdır. Deməli, onun nəyi var? Metakognitiv biliyi var. Metakognitiv bilik sanki bir növ özünə tənqidi yanaşmaqdır. Özünün zəif və güclü tərəflərini bilmək, nəyi necə öyrənməli olduğunu bilmək, nəyin ona daha yaxşı təsir etdiyini bilmək, plan qurmaq, o plan üzrə neynəmək, hərəkət etmək. Bunlar hamısı olacaq nə? Metakognitiv bilik. Metakognitiv biliyə açar sözləri nədir? Strateji bilik bu nə deməkdir? Yəni, öz strategiyasını seçir, strateji biliyi var, nədən istifadə etsə onun üçün daha yaxşı olar və s. İdrak tapşırıqları haqqında bilir. Yəni, şagird öz idraki haqqında məlumatlıdır. Bilir ki, hansı tapşırıqları onun idraki nə cür qəbul edir, nə cür həll edir. Şagirdin özü haqqında biliyə sahib olması, bu da yenə eyni şeydir. İnformasiyanı yadda saxlamağın özünə məxsus yolunu bilir. Yəni, metakognitiv bilikdə hər bir şagird özünə məxsus yolu bilir. Tutaq ki, deyirəm ki, Aysel Nurlana baxdı, Nurlanın öyrəndiyi üsulla öyrənməyə başladı. Bu metakognitiv bilik deyil. Bu, sən Nurlan o üsulla öyrənirsə, sən də o üsulla öyrənə biləcəksən deyə bir şey yoxdur. Bu metakognitiv bilikdir. Metakognitiv bilik odur ki, o özünü tanıyır. Özünü necə öyrənməli olduğunu bilir. Öyrənmə tərzi haqqında məlumatlıdır. Necə onun yadında qalır, o haqqda məlumatlıdır. Məlumatın uzun müddətli yaddaşa keçirilməsi üçün refleksiyanın vacib olduğunu bilir. Yəni, şagird bilir ki, tez-tez özünü refleksiya etməlidir ki, məlumatlar daha da davamlı uzun müddətli yaddaşa götürülsün. Özü üçün məqsədlər müəyyənləşdirir, planlama strategiyasını bilir, özünü yoxlama, özünü sual-cavab etmək kimi anlamanın monitorinqini aparır. Bəli, yəni şagird davamlı olaraq özünü monitorinq aparır, özü daxili nitqlə özünü sual-cavab edir və s. Yeni sözlərin öyrənməsi üçün Freyer modelindən istifadə etməsi. Yəni, bu nə deməkdir? Freyer modeli iş üsuludur. Bunu iş üsullarında keçmişik, yəni keçirik. Freyer modeli yeni sözlərin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Mərkəzə söz yazılır, ətrafa isə o mərkəzdəki söz 4 dənə xanaya ayrılır və hər xanada o söz haqqında müəyyən məlumatlar yazılır. Birində o sözün antonimi yazılır, birində sinonimi yazılır, birində həmin söz cümlədə işlədilir və s. Şagird bilir ki, yeni sözü dərk eləmək üçün ona Freyer modeli lazımdır. Müəllim ona Freyer modeli vermədi. Şagird özü Freyer modelindən istifadə edir. Bu metakognitiv bacarıqdır. Metakognitiv bilikdir, yəni metakognitiv bacarıq da var, bilik də var. Metakognitiv deməli biliklər metakognitiv bacarıqlara çevrilə bilir. Bilik bu qədər. Əziz müəllimlər, çalışdım ki, mümkün qədər qısa izah eləyim. Çünki çox uzun-uzadı izah eləyəndə videolar belə deyək, maraqsız olur. Hər müəllim buna baxmır. Ona görə də qısa, konkret izah eləməyə çalışdım. Yenə də nəyi başa düşməsəz, nə sizə qaranlıq qalsa, rəy bölməsində yazarsınız, mən sizə aydınlıq gətirərəm. Diqqətiniz üçün təşəkkür edirəm.